Elə yollarımız var ki, Bakı-Quba magistralından söhbət gedir. O yoldan hərəkət eləmisinizsə, təbii orada ödənişli yol da var, o başqa bir məsələ. Lakin hər kəsin istifadəsi üçün yararlı olan bir yolumuz var, əsas yol deyək. Orada asfalt örtüyündə, səhv eləmirəmsə, beton da var orada. Ümumiyyətlə, yol örtüyü bərbad vəziyyətdədir. Yolun çox hissəsində bərbad vəziyyətdədir. Əgər nəqliyyat vasitəsi orada hər hansısa bir zərərə uğrayırsa, zərər dəyir avtomobilə, təkəri partlayır və yaxud da digər məsələlər baş verir və yaxud da həmin yol örtüyünün bərbad olması səbəbindən qəza baş verirsə, sürücü bu halda aidiyyatı qurumla bağlı iddia qaldıra bilər məhkəmə qarşısında, yoxsa yox? Bununla bağlı da bizə bir çox müraciətlər gəlir. Mən istərdim ən çox rastlaşılan problemlərdən birini efir vasitəsilə deyim. Siz qeyd etdiyiniz Bakı-Quba magistral yolu, yolun sağ tərəfi ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkət etməsinə görə dalğavaridir. Nəqliyyat vasitəsinə ciddi zərər dəyir orada, əgər həmin yolla sürərsə və sürücülərimizin əksəriyyəti məcburdur ki, asfaltın normal örtüyü üzərindən idarə etsinlər və yolun sol tərəfi ilə hərəkət edirlər. Əfsuslar olsun ki, bu cür nəqliyyat vasitəsinin sürücüləri də, mən indi ağır yük maşınlarından, birbaşa minik avtomobillərin nəqliyyat vasitələrinin sürücülərindən söhbət açdım. Saxlanılır və irad bildirilir ki, siz nəyə görə yolun sağ tərəfi ilə sürməmisiniz. Bizim qanunvericilikdə yolun hərəkət hissəsində yerləşmə deyilən bir maddə var və qeyd olunur ki, şəhərdən kənar yollarda və yaxud da ki, şəhər daxili yollarda avtomagistral nişanı varsa, sürücü sağ zolaq boş olduğu təqdirdə sol zolaqla hərəkət edə bilməz, qadağandır. Və bunun da 40 manatlıq cəriməsi var. Lakin sual yaranır ortalıqda. Əgər yolun örtüyü bərbaddırsa, sağ tərəf pis gündədirsə, dalğavaridirsə, mənim maşınım sağ tərəflə hərəkət etdiyi zaman təkəri hər dəfə o çalaya düşüb çıxacaqsa və mən qayda pozmasam, məcbur mən sağla hərəkət etsəm, mənə dəymiş zərəri nətər olacaq, kim ödəyəcək? Demək, burada bir variant var. Ya yola baxan qurum, dövlət yol polisindən söhbət gedir, sol tərəflə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə bunu nəzərə alaraq ki, bəli, yolun sağı həqiqətən də pis gündədir, məsuliyyətə cəlb etməməlidir. Çünki bu faktiki belədir. İnsan, yəni istənilən bir yol patrul xidmətinin əməkdaşı da həmçinin özü də yolun sağı ilə sürsə, bunu görəcək ki, avtomobilə zərər dəyir. Demək, nə etməlidir? Bu vəziyyəti başa düşüb, məsuliyyətə cəlb etməməlidir. Həmçinin yol polisinin vəzifə borclarından biri də odur ki, yollarda hərəkət təhlükəsizliyini təmin etmək onların əsas vəzifə borclarından biridir. Bəs yol örtüyünə cavabdeh qurum necə? Onlar nə etməlidirlər? Yol polisi məsələ burada onların vəzifə borcu təhlükəsizliyi təmin etməkdir və o yol örtüyünə cavabdeh olan qurum, asfalta səhv etmirəmsə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi baxır, artıq yol polisi orqanı tərəfindən həmin quruma müraciəti olunmalıdır ki, siz bu yolu düzgün çəkməmisiniz, ağır tonlajlı nəqliyyat vasitələri orada hərəkət edir və bu yolun yararsız hala salınmasına səbəb olur. Bu səbəbdən sürücülər nə edirlər? Məcburi qaydada qayda pozuntusuna məcburiyyət qarşısında qalıb pozurlar. Nəticə etibarilə biz onları cərimələməliyik. Lakin o deyir, kök deyilən bir şey var da. Problemin kökü nədədir? Yol örtüyündədir. Yol örtüyünə cavabdeh qurum kimdir? Dövlət Avtomobil Yolları Dövlət Agentliyi. Demək, o yolu təmir etməlidir ki, həm ağır tonajlı nəqliyyat vasitələri rahat şəkildə hərəkət edə bilsinlər, dağıtmasınlar. Mən bildiyim qədərilə asfalt örtüyü çəkiləndə maşınların tonnajına uyğun çəkilməlidir asfalt ki, müəyyən olmalıdır ki, burada 5 tonluq, 10 tonluq, 50 tonluq maşınlar hərəkət eləyəcəksə, bunun yayı var və qışı var. Sizcə nəzərə alınır? Düşünürəm ki, əgər nəzərə alınsaydı, bu günləri bütün nəqliyyat vasitələrinin sürücüləri yolun sağı ilə hərəkət edərdi və bizə deyərdi ki, yollarımız superdir, bizi saxlayan olmadı, cərimə edən olmadı. Əfsuslar olsun ki, müəyyən yerlərdə, müəyyən təzə salınan yollarda hələ ki vəziyyət yaxşıdır. Düşünürəm ki, bir müddət sonra o ağır yük avtomobilləri orada hərəkət etdikdən sonra orada yararsız hala düşə bilər ehtimalı var.
Onda belə bir qənaətə gəlmək olur ki, yük avtomobilləri üçün, ağır tonajlı avtomobillər üçün ayrıca yollar salınmalıdır. Ayrıca zolaqlar. Mən düşünürəm ki, ayrıca zolaq salınmaqdansa həmin nəqliyyat vasitələrinin yükünə uyğun asfalt örtüyü çəkilsin, kifayətdir. Təbii, elə mən də onu demək istəyirdim ki, Elə həmin ola bilər üst zolaq normal minik vasitələri üçündür. Orada daha yumşaq örtüydən istifadə oluna bilər. Ən sağ zolaqda daha sərt örtüydən istifadə etməklə onların hərəkət təhlükəsizliyini, intensivliyini təmin etmək üçün, bəli, siz bəli, dediyiniz bəli. variant o da ola bilər.